Salamlayıram ilk öncə əziz izləyicisi. Bugünkü gün böyük gələcəyə kiçik addımlarla verilişin növbəti qonağı Rauf Səfərdir. Rauf Səfər, ilk öncə salamlayıram səni. Verilişimizə xoş gəlmisən. Özünü təqdim elə. Neçənci ildə və harda? Niyə göz açmısan? Mən 2015-ci ildə anadan olmuşam. 29 yanvarda. İlk futbola başladığın klub hansı olub? Xəyalıyam. Daha sonra Binə karyeran var. Necə oldu Binəyə gəldin? Mən çempionatda iştirak etmək üçün Binə futbol klubuna gəldim. Və Anar Kərimovun başçılıq etdiyi o 10 komandasına qoşuldun. Öz üstəyinlə təbii ki, bu sənin fərdi seçimin və şəxsi istəyin. Düzdürmü? Neçə nömrə formada çıxış edirsən? 7. Məxsus 7 rəqəmi seçməkdə özün mü seçmisən və yaxud da ki, necə? Oldu sən 7 rəqəmi seçsin. Özüm seçməmişəm. Onun müəllim qərar elədi. Beləsi 7 nömrə oldum. 7 rəqəmini xoşlayırsan? Bəli. 7 rəqəmi dünyaya səs salan bir futbolçu var. Anlayırsan mı onu? Kimdir? Ronaldo. Cristiano Ronaldo. Belə 7 rəqəmin üstündən davam edək. Cristiano Ronaldo mu yoxsa Lionel Messi? Ronaldo. Necə oldu futbola marağın artdı və yaxud da kim motivasiya etdi? Kimin məsləhəti ilə futbola başladın? Özün istədinmi futbola başlamaq? Və yaxud da ki, yəni öz istəyinlə futbola başladın. Və futbolçu olmaq qərarına gəldi. Mən bildiyimə görə sən başqa bir idman növü ilə məşğul olmusan. Var. Kickboxing. Rezultatın var mı? Yəni uğurun var mı? Var. Çempionatlar var. Medallarım var. Birinciliklər, 2 ikincilik. dəfə birincilik var, 2 dəfə də ikincilik. Yəni artıq sən böyük idmana artıq rezultatla başlamısan. Yəni qələbənin nə olduğunu yaxşı bilirsən. Və Əgər peşəkar karyeranı futbolçu olaraq Azərbaycanda davam etdirmək istəsən, hansı klubda çıxış etmək istəyirsən? Qarabağ. Məxsus bir səbəb varmı Qarabağda çıxış etmək istəmək? Qarabağ Azərbaycan klublarına saysaq Qarabağ xoşlayıram. Yəni Qarabağın göstərdiyi nəticələr və beynəlxalq arenada verdiyi rezultatlar və göstərdiyi performansı görə Qarabağ seçirsənmi, yoxsa şəxsi simpatiyan var? Şəxsi. Ölkə sərhədlərindən kənarda futbolu davam etdirmək istəyirsən, karyeranı sənə təklif gəlsin. Hansı klubda çıxış etmək istəyirsən? Real Madrid. Evet, bayaqları verdiyin 7 sualı rəqəmləri Real Madrid deyərək cavabı vermişdin. Mənim üçün cavab bəlli. Kickboxingdən futbola, iki idman arasında çox böyük fərq var. Kickboxing məşqləri edərkən və futbol məşqləri edərkən hansında daha xoşbəxt özünü hiss edirsən? Var. Yəni futbol daha sənin üçün ön plandadır, nəinki kickboxing. Var. Seçim qarşısında qalsan, bəs onda necə? Futbol. Bu illəri 10 liqasında çıxış etdiniz komandavız və 10 liqasında komandavız necə təsir bağışladı? Yaxşı oyun. Elə bir oyun varmı ki, həmin onu qələbə ilə çıxmısınız, amma məğlub olmuşsunuz? Hatırlaya bilirsənmi elə bir oyun? Xeyr. Hansı komanda yoldaşınla eyni anda meydanda mübarizə apararkən rahat olursan? Yəni onunla oynamaq, onunla ötürmə etmək sənə rahatdır. Sövşan. Yəni bütün komanda. Kapitanımız kimdir? Əlbəb. Əli meydanda olmayarkən. Başqa kapitan kimi görərsən? Məncə Adil. Adil Cəfərzadə. Hə. Oynadığın mövqeyin hansıdır? Solda da oynayıram, sağda da. Hücumçu. Sol üçün sağ üçün. Qol vurmaq, daha çox qol ötürmək etmək. Sistem. Ən çox sevdim. O. Səmimi cavab gözləyirəm, ona görə ikinci dəfə eyni sual verdim. Yadda qalan qolun varmı? Möhtəşəm bir qol olub ki, həmin qolu heç vaxt yaddan çıxarmayasın. Var. Kornerdən. İkinci əvvəsindən bir. Təzəcə olmuşdu qol. Hansı komanda var? Sumqayıta. Neçə qol vurmuşsan bir hücumçu kimi? Sən hansı? 30. Hə. Hə, çempionatda. Hə. Çempionatda məncə 5-6. Amma görünür ki, daha çox qol ötürməsi. Ən çox asist eləmişəm. Yəni istədiyin kimidir, yəni ötürmə etməyi daha çox yaxşı bacarırsan. Neçə vaxt futbola başlamısan? Bir il. İlk addımların olduğu Real Leon'la, daha sonra Anar Kərimovla 9 aydan daha artıq bir müddət ərzində Anar Kərimovun baş məşqçiliyi altında Azərbaycan. Hansı öyrətdiyi bir oyun stili mi deyim, epizodlar mı deyim, dəyərləndirməsi, məsələn, gün zərbələr ola bilər, cərmə zərbələr ola bilər və yaxud da ki, ikili mübarizələr. Hansı taktik gedişlərini bəyənirsən Anar Kərimovun? Gün zərbəsi. Yəni daha çox həmin zərbələri mahir yerinə yetirə bilirsən. Seçim qarşısında qalsan, Azərbaycan millisi və Avropa millilərinin birində mübarizə aparan hansını seçərsən? Məncə Azərbaycan milli. Səbəb? Çünki öz ölkəmi tanıtmaq istəyirəm. Sən dediyin qətiyyətli cavaba görə düşüncə olaraq
Hava düşüncə idi. Var mı sevdiyin bir ölkə? Ölkə var. Hansıdır? Amerika. Amerikaya getmək istəyirsən. 50. Da Fransa. Sevdiyin maşın var mı? Var. Markasını bilmək var mı? BMW. Ümid edirəm ki, bir gün BMW alacaqsan və o vaxtları yoldan keçərkən məni görəcəksən və saxlayacaqsan. Dialatoru deyəcəksən. Mən bunu ümid edirəm. Sənin böyük gələcəyi olacağına inanıram. Tam qəlbimlə, tam səmimiyyətinlə. Sevdiyin əşya var mı? Raul. Top da ola bilər, ayaqqabı uçlu ola bilər. Topu sevirsən. Sevdiyin yemək var mı Raul? Çoxdur. Ən çox sev. Məncə aş. Yəni Azərbaycan mətbəxinin şah yeməyi aşı xoşlanır bilirsən. Sevdiyin meyvə var mı? Gilas da var, banan da var. Daha çox. Anladım. Mən sənə sonuna qədər, ömrümün sonuna qədər, heç vaxt bitməyəcək qədər aş, heç vaxt bitməyəcək qədər gilas, heç vaxt bitməyəcək qədər banan, sonsuz sayda BMW və istədiyin ölkədə yaşama hüququ versən və sənə desəm ki, futbolu karyeramı bitir. Nə deyərsən? Eləmərəm. Yəni futbola davam edərsən. Bəli. Çox xahiş etsəm də yenə də? Yox. Yəni xahişin başa gəlirsən. Bəli. Bu məşəqqətli yolda, ağır yolda, zədələ dolu yolda uğur arzu edirəm və sənin işlək olan ayağın hansıdır? Sol. Solaxay Sağ da işləyir. Amma biraz zəif. daha çox sol ayağın yaxşı. Bəli. Solaxay futbolçu anlayışı deyəndə kimi düşünürsən bir Solaxay kimi? Neyse. Solaxay vurduğun elə bir qol varmı ki, çempionat oyununda tarixə yazılsın? O ikinci əvəsindən başqa. Var. Hansı oyunda, hansı qol? Çempionatda olmuş. Ukrayna öncədən də girdim içəri, oradan da kafeye yaxın olaraq göndərdim kafeye. Girdi orada. 9'luğa göndərir. Və xatırlayırsan, bu qollar sənin karyeranda bir olmayacaq. Çox olacaq və sayını itirəcəyin qədər olacaq. Sənin qollarının sayının çox olmasını ümid edirəm. Uğurlarının bol olmasını istəyirəm. Hər bir qolun bir pilləkənin bir pilləsidir. Həmin pilləri bircə çıxacaqsan və bu yolda irəliləyəcəksən. Raul Səfər, böyük gələcək kiçik addımlarla adlı və indi istəsən veriliş haqqında düşüncələrin necə oldu? Baxardığın 9-10 dəqiqəlik məndən soru-suallar. Necə oldu ümumi fikir? Yəni bəyəndinmi? Bəli, bəyəndim. Bu proyektlərin davamlı olmasını istəyirsənmi? Hə. Mən də sənə uğur arzu edirəm. Kərimovun və sevdiklərinin gözündə uca dağ olasan, Zamalonqa zirvəsi kimi 8848 metrdən də hündür bir zirvəyə qalxasan, buna ümid edirəm və inanıram. Sənə təşəkkür edirəm. Mənə verilişimdə çıxış etdiyin üçün minnətdaram. Uğurların bol olsun. Teşekkür ederim bir de şey geldiğin için.